Dünyada bəlkə də kasıblığı bu qədər PR eləyən ən məşhur, belə deyim, cəmiyyət elə bizim öz cəmiyyətimizdir. Kasıbın ürəyi yumşaq olur, kasıb yaxşı oğlandır. Qızla görüşürsən, qız sənə maşınla gəlmisən, deyirsən, yox maşınım yoxdur artıq. Sən fikirləşirsən ki, ala bu problemdir. İnsanlar niyə qazandığından daha çox xərcləməyə çalışır? Xanımlar gedib ətir alırlar kreditə. Yəni bu maliyyə savadsızlığının ən yüksək göstəricisidir. Marketinq idi ki, biz qulaqçıqlardan istifadə edirdik, amma bizə dedilər ki, sən geridə qalmışsan, əgər sənin qulaqçığının kabeli varsa. İnsan niyə görə Balenciaga'nın krasovkasını $1000 alsın? İnsani keyfiyyətləri ilə həmin, belə deyək də, özgüvəni kompensasiya eləyə bilmir. Ona görə də müəyyən əşyaların üstünə, belə deyək, qaçır. Kişiyə necə izah edəsən ki, sən niyə görə başını 2500 manatlıq Dyson fəninə qurutmalısan? Kişiyə bunu izah etmək mümkün deyil. Bir adam davamlı hər gün işləyir, davamlı cəhdləri olur, amma ki, bu adam bir türlü varlana bilmir. Sən ən yaxşı başmaqçı da ola bilərsən, ən yaxşı svarçik də ola bilərsən, ən yaxşı santexnik də ola bilərsən. Bugün səninlə indi danışa-danışa üzərimdə bir 3000 manat pul varsa, o demək deyil ki, mən günə 3000 pul xərcləyirəm. Sadəcə 3000 manatın mənə verdiyi bir rahatçılıqdır.